Masallı rayonunda azyaşlı kıza karşı cobut rəftar və əxlaqsız hərəkətlər edən yaşlı kişi həbs edilib. Telegrafın əldə etdiyi xəbərə görə hadisə aprelin 24-də Masallı rayonunun kəndlərindən birində baş verib. Masallı rayon sakini 1969-cu il təvəllüdlü Məmməd Nəcəfovun azyaşlı qıza qarşı cobut rəftar və əxlaqsız hərəkətlər etməsi ilə bağlı onun anası Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verib. Daha sonra şikayətçi Masallı rayon polis şöbəsinə ərizə ilə müraciət edib. Müəyyən edilib ki, həmin gün Məmməd və şikayətçilər arasında kənd ərazisində şəxsi münasibətlər zəminində mübahisə baş verib. Mübahisə zamanı Məmməd kəndin mərkəzindəki küçədə uca səslə nalayiq ifadələr işlədib, ictimai əsayişi kobud surətdə pozub. Araşdırma zamanı Məmmədin azyaşlı ya qarşı əxlaqsız təklif etməsi faktı təsdiqini tapmayıb. Bu səbəbdən toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilib. Lakin Məmmədin əməlində İnzibati Xətalar Məcəlləsinin 510-cu xırda xulqanlıq maddəsinin tərkibi olduğu müəyyən edilib. İş üzrə izahat verən Məmməd bildirib ki, şikayətçi Vəfa həmkəndlisi, Xumar isə onun qızıdır. Həmin gün saat 19 radələrində kəndin mərkəzində marketlərin birindən pivə alıb oradaca içdim. Sərxoş vəziyyətə düşdüyümdən Xumarın yoldan keçdiyini gördüm, onunla nəzakətli şəkildə salamlaşdım. Atasının dostu olduğumu bildirdim, mobil nömrəmi Xumara verdiyimi xatırlasam da, digər baş verənlər yadımda deyil. Xumar oradan uzaqlaşdı. Mən də yoluma davam etdim. Təxminən 30 dəqiqə sonra Vəfa zəng etdi, harada olduğumu soruşdum. Biraz sonra kəndin mərkəzi küçəsində görüşdük. Həddindən artıq ispirtli içki içdiyim üçün həmin vaxt aramızda nə söhbətin olduğunu bilməmişəm. Əməlimdən peşmanam, xəcalət çəkirəm. Daha ispirtli içki qəbul etməyəcəm deyə təqsirləndirilən şəxs ifadəsində göstərib. İş üzrə izahat verən azyaşlının valideyninin sözlərinə görə həmin gün saat 20 radələrində qızı Xumar evdə ağlayaraq bildirib ki, Məmməd adlı şəxs ona qarşı əxlaqsız təklif edib. Onu çox istədiyini, sevdiyini bildirib və mobil nömrəsini ona verib. Dərhal Məmmədə zəng edib, harada olduğunu soruşdum. Uzaqda olduğunu dedi, mobil telefonunu söndürdü. Məmmədi axtardıqda onun kəndin mərkəzində, küçədə gördüm. Ondan nə üçün belə hərəkət etdiyini soruşdum. Hərəkətindən utandığını bildirdi və məndən üzr istədi. Daxili İşlər Nazirliyinin 102 xidmətinə hadisə barədə məlumat verdim. Polisə məlumat verdiyim üçün Məmməd küçədə kənar şəxslərin yanında ünvansız nalayiq sözlər işlətdi deyə azyaşlının valideyni bildirib. Masallı rayon məhkəməsinin qərarı ilə Məmməd İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, 12 gün müddətinə inzibati qaydada həbs edilib.